Əvvəllər minlərlə baxış alan videonuz indi 50-100 baxış arasında qalıb. Algoritmi günahlandırmağı buraxın. Kanalınızın zəifləməsinin arxasında sizin etdiyiniz 2 kritik səhv dayanır. Uzun müddət video paylaşmamaq kanalınızın algoritminin zəifləməsinə səbəb olur. Amma ən böyük zərbəni izləyicinin marağının dəyişməsi vurur. Köhnə mövzularınız artıq izləyicilərə maraqlı deyil və siz hələ də eyni mövzuları danışmaqda davam edirsiniz. Bu vəziyyətdən çıxmağın 2 yolu var. Birincisi, mövzuları yenidən nəzərdən keçirin. YouTube Analytics-ə daxil olun və son 90 gün ərzində ən çox kliklənən videolarınızı yenidən nəzərdən keçirin. İkincisi isə format şoku. Əgər hər videoda eyni tonda danışırsınızsa, növbəti videoda daha aqressiv, daha maraqlı və yaxud daha səmimi tərzdə video çəkməyi yoxlayın. Yadda saxlayın, algoritm köhnə videolarınızı deyil, yeni videolarınızdakı ilk 24 saatı nəzərə alır. Kanalınızı yenidən canlandırmaq sıfırdan başlamaqdan daha çətindir, amma mümkündür. Doğru formatı tapmaq və tamaşaçıları yenidən canlandırmaq üçün şərhlərdəki linkdən konsultasiya üçün müraciət et və ən doğru formatı birlikdə müəyyən edək. Söz Bas Show.